Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailəli olan aktrisa Asil İbrahimova ilk evliliyindən olan övladından danışıb ki, sahilin məlumatına görə Afaq Onlar proqramına danışan Asil qızının onlarla qaldığını bildirib. Hüseynin onunla münasibəti çox yaxşıdır. Qızım onu çox sevir. Hətta Hüseyni ata deyir. O da övladımı çox istəyir. Hüseyn qızıma əsl atadır. Hüseyn dosta, ətrafa, qohumlara çox yaxşıdır deyə Asil əlavə edib. Qeyd edək ki, bu həm Asil, həm də Hüseynin ikinci nikahıdır. Hüseynin birinci evliliyindən 2, Ayselin isə ilk nikahdan bir qız övladı var. Onların birgə nikahdan oğul övladı dünyaya gəlib. Sizin də bir qızınız var. O da sizinlə qalır, düzdür? Hüseyn bəyin onunla münasibəti necədir? Çox yaxşı. Çox yaxşı. Mənim qızım da onu çox sevir. Hətta papçıqa da deyir, papa deyir ona. O da mənim qızıma əsl atadır. Hər tərəfli, sağ olsun. O nəinki mənim qızmayım. Mən belə düşünürəm ki, bütün uşaqlara, ətrafa, dosta, tanışa, qohuma, hamıya yaxşıdır. Hamıya vaxt ayıra bilir. Ayıra bilməsə də necəsə qohumunun, dostunun dar günündə onun yanında olur. Nə olur olsun.